Yaranır, yaralar açılır, qızarmış görünür. Buna biz həqiqi eroziya deyirik, hansı ki çox nadir hallarda rast gəlinir. Və biz əgər şamlar istifadə edəriksə və əgər şamlarla yanaşı travmatik faktoru aradan qaldırarsa, infeksiyanı müalicə edəriksə, infeksiya varsa təbii ki, tək şamlar köməyimizə çatmayacaqdır, infeksiyanın müalicəsi lazımdır. O zaman təbii ki, bu eroziyalar, erozif sahələr bağlanacaqdır. Lakin bu sahələrə heç bir şam, heç bir dərman, heç bir tampon kömək eləməyəcəkdir. Bəs nə zaman biz eroziyanı normal bu ektopiya durumunu, normal bir durumu müalicəsinə başlayırıq. Daha doğrusu deyəcək, yandırma, adətən bizlər yandırma deyil, buxarlandırma üsulunu istifadə edirik, lazer müalicəsi. Çünki lazer müalicəsi zərər vermir. Bu hüceyrələri nə zaman buradan götürmək lazımdır? 3 halda götürməyə ehtiyac yarana bilər. Kontakt qanama, əlaqə zamanı qan gəlir buradan, hər əlaqədə və xanımlara narahat edir. İkinci nüans, kontakt qanama yanaşı çirk olur, çox narahat edir, xanımlar müalicə alırlar, şamlar istifadə edirlər, amma çirk azalır, həmin müddətdə sonra yenidən seyri artır və çox miqdarda olur. Bu da xanımları narahat eləyir və əlbəttə ki, HPV virusu pozitiv olan zaman. Çünki bu zona zəif zonadır və HPV virusu pozitiv olan zaman bu zonanı daha çox zədələyəcəkdir. Ona görə də bu 3 halda biz buxarlandırma, lazer buxarlandırma üsulunu